Bəli, Nuranə, elə dediyin kimi Azərbaycanda artıq iyunun 15-dən etibarən çimərlik mövsümü başlayıb və elə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də bununla bağlı olaraq hansı ərazilərdə, hansı çimərliklərdə vəziyyət nə cürdür, bununla bağlı bir monitorinq aparıb və elə monitorinqin nəticələri də artıq bəllidir. Bəzi ərazilər üzrə vəziyyət qənaətbəxş olsa da, bəzi istiqamətlərdə vəziyyət bunun tam əksidir. Elə hazırda detallarla bağlı mərkəzin, yəni həkim, gigiyenisti Ziyəddin Kazımovdan detallı informasiyalar alacaq. Xoş gördük Ziyəddin bəy. Buyurun, monitorinqin nəticələri ilə bağlı informasiyaları sizdən eşitdik. Hər vaxtınız xeyir olsun. Əlbəttə, deməli, apardığımız monitorinqin nəticələrinə görə biz deməli bu monitorinq zamanı həm Bakı şəhərinin ərazisində yerləşən, eyni zamanda Respublikanın cənub və şimal rayonlarında, Mingəçevir şəhərində və Sumqayıt şəhərlərində bu monitorinqləri apardıq. Və bu monitorinqlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Monitorinq İdarəsi və eyni zamanda Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları iştirak etdilər. Deməli, tədqiqatlar nəticəsində bəlli oldu ki, bir sıra ərazilərdən götürülmüş dəniz suyunun laborator instrumental tədqiqatların nəticələrinə görə bakterioloji çirklənmələr normadan dəfələrlə çoxdur. Bu əsasən deməli Qaradağ rayonunun ərazisində olan sahil çimərliyində, Səba rayonunun ərazisində Şıx çimərliyində, Suraxan rayonunun ərazisində Şəhövsan çimərliyində, Xətai rayonunun Xəzər rayonunun ərazisində Türkan çimərliyində və eyni zamanda Respublikanın şimal zonasında deməli və eyni zamanda cənub zonasında olan çimərliklərdə də belə müşahidələr, deməli, çirklənmələr müşahidə olundu. Bununla əlaqədar olaraq biz əhali arasında yoluxucu xəstəliklərin yayılma ehtimalı ola biləcəyini nəzərə alaraq sanitar epidemioloji salamatı haqqında qanuna istinadən biz su məzəlləsinin 42-ci maddəsinə istinadən Dövlət Su Ehtiyatları Agentliyinə deməli sənədlər hazırlamışıq ki, yəni müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsi, qadağan edilməsi barəsində müvafiq deməli işlər aparılsın. Ona görə biz bu tədqiqatı, yəni dəniz suyunun laborator instrumental müayinələrini bütün çimərlik mövsümündə həyata keçirəcəyik. Təşəkkürlər. Çox son informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir daha xatırladım ki, artıq iyunun 15-dən etibarən Azərbaycanda çimərlik mövsümü başlayıb və bu baxımdan da yay mövsümü havaların isti keçməsi əlaqədar olaraq insanların çimərliklərə daha çox axın etdiyini nəzərə alsaq, bu baxımdan diqqətli olmaqda fayda var. Elə Ziyəddin bəy də vurğuladı, hansı ərazilər üzrə çimərliklərdə vəziyyət bir qədər kritikdir. Çünki dəri xəstəlikləri daha çox yoluxucu olduğundan insanlar yəni bu cür xəstəliklərə yoluxa bilərlər və bu da insanların səhhətdə ciddi ağırlaşmalara səbəb ola bilər. O baxımdan da diqqətli olmaqda fayda var. Hansı ərazilərdə çirklənmə səviyyəsinin yuxarı olduğu vurğulandı. Bu baxımdan da həmin çimərliklərdən bir qədər uzaq olmaq həmin insanların səhhəti üçün də yaxşı olar. Çatıra biləcəklərimiz isə bu qədərdir. Söz yerinə sizdədir. Təşəkkürlər Rəqsanə məlumatları